Bəzi insanlar var ki, onlar təkcə öz dövlətlərində yox, gələcək nəsillər üçün də iz qoyurlar. Əzizxan Tanrıverdi də məhz belə şəxslərdən idi. O, Azərbaycan dilinin qorunmasına, öyrənilməsinə və təbliğinə ömrünü həsr etmiş alim, müəllim və araşdırmaçı kimi yadda qalıb. Əslində o, ilk olaraq tarix sahəsinə maraq salmışdı. Amma həyat Əzizxan Tanrıverdini dilçiliyə yönəltdi. Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyanda akademik Afad Qurbanovla tanışlığı onda sözü gedən sahəyə qarşı marağı daha da artırdı. Beləliklə, tarix sevgisi onu dilin dərinliklərinə apardı və bu sahədə bir çox mühüm işlər görməsinə vəsilə oldu. Professor təkcə nəzəriyyə ilə kifayətlənmirdi, dili detallı şəkildə araşdırırdı. Onun qələmə aldığı Dilimiz, Mənəviyyatımız, Türk mənşəli Azərbaycan antroponimləri kimi kitablar Azərbaycan dilinin və türkologiyanın inkişafına böyük töhfə verib. Xüsusilə Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi lingvistik tədqiqi adlı əsəri bu mövzuda ən dəyərli araşdırmalardan biri hesab olunur. Eyni zamanda Əzizxan müəllim qədim türk mənbələrində yaşayan şəxs adları adlı monoqrafiyaya qələmə alıb. Burada Orxon Yenisey abidələri, Dədə Qorqud, Manas dastanı, Mahmud Kaşğarinin Divanül Lüğət Türk əsəri və digər qədim türk mənbələrindəki şəxs adları dilçilik müstəvisində tədqiq edilib. Əzizxan Tanrıverdi Dədə Qorqud dastanı haqqında bir neçə kitaba müəlliflik edib. Onun poetik dili və təbii ki, dastanda işlədilən sözlər məhz görkəmli elm xadimi tərəfindən araşdırılıb. Eyni zamanda Koroğlunun Şeir dili adlı kitabı dilçilik sahəsində xüsusi önəm daşıyan monoqrafiyalardandır. Əzizxan Tanrıverdi Dədə Qorqud dastanı haqqında bir neçə kitaba müəlliflik edib. Onun poetik dili və təbii ki, dastanda işlədilən sözlər məhz görkəmli elm xadimi tərəfindən araşdırılıb. Eyni zamanda Koroğlunun Şeir dili adlı kitabı dilçilik sahəsində xüsusi önəm daşıyan monoqrafiyalardandır. Əzizxan Tanrıverdi müəllim kimi də tələbələrinin sevimlisi idi. Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyərkən təkcə qaydalar öyrətməklə kifayətlənmirdi. Dili tarixi faktlarla, real həyat nümunələri ilə izah edirdi. Onun üçün dil sadəcə sözlər toplusu deyildi. Xalqın tarixi və düşüncə tərzini əks etdirən canlı bir varlıq idi. O, türk mənşəli adların tarixini araşdırmağa o qədər köklənmişdi ki, hətta bunu ailəsində də tətbiq edirdi. Onun övlad və nəvələrinə verdiyi adlar da təsadüfi deyildi. Beyrək, Ərtac, Toğrul, Selcan, Alpər. Bu adlar onun millətinə olan bağlılığını əks etdirirdi. Əzizxan Tanrıverdi bu dünyadan köçsə də, qoyub getdiyi əsərlər və yetişdirdiyi tələbələr onu yaşadır. Onun özü isə bunu bir vaxtlar belə ifadə etmişdi. Məndən sonra bir 300 il kitablar yaşadar məni.